Bizim kənd daş kəndi olub. Özdə çox gerilik kişilər olub. Məşədi Qasımov, Allah rəhmət eləsin. Nağı bəy, Hacı Rəhim, Allah ona da rəhmət eləsin. Selqofun başını o kəsib. Selqof bütün də Göyçə mahalını qamçıdan keçirdirmiş. O geyindiyi çəkmədən kim geyinsə onu öldürürmüş. Qamçıyı beleşəndə 25 santim nicə çıxırdı. Nağı bəy olub, Allah rəhmət eləsin. Nə qədər düşmanı olsa, amma onu bərk atmırmış. Deyirmiş, bu mənim dalımın arxasıdır, bu mənim dalımın iyididir. 18-ci ildə Selqofun başçısı gətirir, bir topu qurur daş kəndə, birini zoda. Deyir, bu iki kəndi qıra bilsək, çıxarda bilsək, qalan kət qurbanlıqdır. Məşədi Qasım, İdris, bir də Ziyad, şu səngəri kəsir Öyoxlu təpəsini. Nə qədər topçuyu vururlar, bir də düşür. Topçuyu vururlar, bir ayrı topçu tapırlar. O vaxtı da Müslümana kömək eləyən olmayıb, Bacoğlu. Kömək eləyən olmayıb. 3 nəfər erməninin qabağını kəsirmiş. Axırı o topla kəndi çıxardırlar. 4 dəfə Göyçə yerindən oynayıb, 4 dəfə.